20-ci əsrin əvvəli Cahangir bəyin evində yenicə teatr ənənələri formalaşmağa başlayır. Cahangir bəy və həyat yoldaşı Hüsniyə xanım ölkənin ilk ev teatrı haqqında söhbət edirlər. Tezliklə ev teatrının inşası bitir və onlar aktyorları tanışlıq üçün ev teatrına dəvət edirlər. Cahangir bəy ziyafət təşkil etməyə qərar alır və qonaqları nahara yaxın evinə dəvət edir. Bu zərif düşüncələrin altında əlbəttə ki, xeyriyyə məqsədləri dururdu. Cahangir Zeynalov bütün sərvətini aktyorlara, onlar üçün ən yaxşı şəraiti yaratmağa və gənclərin təhsilinə xərcləyib. Onun həyatdakı obrazı isə hər zaman hamıya yaxşılıq edən əsl sənətkar, əsl Azərbaycan vətəndaşı olaraq qalmaqda davam edir.